Salam əziz uşaqlar, növbəti tapşırıqlarımızı yoxlayaq və izahına baxaq. 18-ci sınavımızdır. Gəlin dinləməmizi dinləyək və ilk növbədə dinlədikdən sonra suallarımızın izahına baxaq. Unit 18. Listen to the passage and answer the questions from 1 to 4. I am Tural Hacıyev. I am Azerbaijani and I study in the 9th form. I am fond of my native land. I am proud of my country very much. I'll never change my native land to any other country. I don't want to live anywhere else except Azerbaijan. But a lot of countries attract me as a traveler. I have read much about European countries and I want to visit Spain. Firstly, I like its climate, hot and dry. Another reason for my choice is the Spanish people. It's my dream to get there. Perhaps one day I'll visit Spain, but I'll only visit. I'm not going to live there. As the proverb says, east or west, home is best. I can't imagine my life in another country without my friends and my native land, my native language, my nature and landscape. It would be boring for me without them and Azerbaijan national cuisine. Long live Azerbaijan. Okay, dinləməyimizi dinlədik və eşitdik ki, Turaldan Turalın bizə söhbətinə belə deyək, məlumat verir. Tural bizə öz Azərbaycanlı vətənini necə sevdiyini və öz ölkəsini başqa yerdə heç yerdə yaşaya bilməyəcəyini qeyd edir və deyir ki, east or west, home is best. Gəzdim aranı, Turanı, cənnət gördüm buranı. Gəlin indi suallarımıza baxaq. Növbəti birinci tapşırığımızda suala cavab verməmizi istəyir özdə. Doğru. Why can't Tural imagine to live in another country? Niyə görə deyir, Tural başqa ölkədə deyir, yaşamağı təsəvvür edə bilmir. Çünki niyə? Tural öz ölkəsini çox sevirdi. He loves his country very much. Və yaxud B-də deyir, his dream is to live in Italy. İtaliyada yaşamaq arzusu vardı. Xeyr. He imagines his life in another country. O başqa ölkədədir. Həyatını təsvir edirdi. Xeyr. Variant tapışıq, sadəcə cümlələrə baxırıq. Vaxt he doesn't like Azərbaycan cuisine. Azərbaycan mətbəxini xoşlamır. Xeyr, o fond of, sevirdi. Və yaxud növbətidə he's going to live abroad. Abroad xaric demir. Xaricdə yaşamaq niyyətindədir. Xeyr. Növbəti tapşırığımız isə Tural's dream is. Turalın deyir, belə deyək, arzusu nə idi? Orada İspaniyadan danışırdı və deyirdi, İspanları da sevirəm. Oraya gedib sadəcə görüb, gəzibmək istəyirəm. Yox, orada qalmaq istəmirəm. To live in Spain, xeyr. Only to visit Spain and to be acquainted about it. Yalnız deyir, ora səfər etmək və onunla tanımaq söhbət gedir. Xeyr. Düzdür, bəli, yalnız tanımağa gedirdi. C variantı to read much about European countries, Avropa ölkələri haqqında çoxlu oxumaq. To live for Azerbaijan forever, əbədi tərk edir, xeyr. Not to live in his country, öz ölkəsində yaşamamaq, xeyr. B variantı doğrudur. Mətin nə haqqında idi? Mətin əlbəttə ki, Turalın Azərbaycana olan sevgisindən söhbət gedirdi. Ona görə Tural's living in Azerbaijan, Tural Azərbaycanda yaşayır deyil. Tural's living in Spain, İspanyada yaşayır deyil. Tural's tour around the world, dünya tərəfində deyir. Dünya turu, xeyr. The reason for Tural's choose, deyir, Turalın seçiminin səbəbi. Bəli, Azərbaycana sevgisi idi mənə gəlir. The attraction of Spain, İspaniyanın cazibəsindən, xeyr. D variantı daha doğru, mükəmməl cavabımızdır. True, false tapşırıqlarımıza baxaq. Tural is attracted by a lot of country as a traveler. Deyir, Tural digər deyir, ölkələr, səyahət kimi deyir, başqa ölkələrə cəlb edir. Bəli, doğrudur. Tural is fond of his native land. Tural deyir, öz doğma yerinə fond of sevir.
Bəli, aşiq olub, bəli. Tural is going to live in Spain. İspaniyada yaşamağa gedir. Xeyr, gəzməyə gedirdi sadəcə. Tural is the people of the 18th from 18th dördü orada deyirdi ki 19th, yəni 9-cu sinifdə idi. Ona görə bu da falsdır. Bu qədər. Növbəti tapşırığımıza baxırıq isə görək nə deyir. Bir dəqiqə. Hamısını bir yerdə baxaq. Növbəti tapşırığımız Dear parents, Kids Planned Art Studio announces yearly art competition for children of age 8 to 15. The competition will be dedicated to New Year's traditions on Azerbaijan. Children should avoid their parents' help. Last date for submission is 7th December 2024. The prize is 3 months free subscription for our drawing course. Burada illərin, yaşların altından xətt çəkək ki, bizi neynəməsin, çaşdırmasın. Belə suallarda diqqətli olaraq. Art competition by Kids Planet Art Studio is held every year. İllik, yearly illikdir. Bu da deyir hər il baş verəndir. Uşaq planetidir, incəsənət studiyasıdır. İncəsənət yarışındır, hər ildir, təşkil edir, bəli. Və deyir, burada deyir ki, 8-15 yaşlarında. B'də deyir, children are allowed to get the help from their parents. Deyir, icazə verilir, deyir, onların valideynindən. Burada avoiddir, burada allowed deyir. The result of the competition will be known October'da deyir. Yox, burada heç belə bir şey yox idi. The participant can send their work till the end of the year. İlin sonuna qədər göndərə bilər. Aslında burada qeydiyyat elə budur. Burada da var sadəcə olaraq. Bu da daha yaxın cavabdır. The topic of the competition is worldwide New Year's tradition. Dünyanın hər yerindədir, yeni ildir. Belə deyək, adət-ənənlərinin mövzusu belə idi, xeyr. Burada nə idi? Azərbaycana aiddir, yeni il ənənələrinin də aid idi, deyir. Ona görə o səhvdir. A variantı The art competition by Kids Planet are yearly və every year. Burada daha uyğunumuz D-lə A-nı götürüblər, amma burada D də daha çox. Çünki 27 dekabra qədərdir. Last day submission qeydiyyata deyir 27 dekabr 2024-ə qədər vaxt var. Yəni ilin sonuna qədər öz işlərini göndərə bilərlər. Bu daha uyğun gəldi. Növbəti tapşırığımıza baxaq. Hi dear friend. Salam əziz dostum. Salam hörmətli dostum. It is me Gabriella. Bu mənəm Gabriella. I would like to ask you a question. Məsələn, bir sual vermək istəyirəm. Dear, I like English very much and I try to speak English to the students who come to our school and exchange program. Mən də ingilis dilini çox xoş deyirəm və də çalışıram da ingilis dilində deyir, danışım deyir, hansı ki də bizim mübadilə proqramına bizim məktəbə deyir, uşaqlar gəlib. I want to get some information about their school customs and tradition. Mən onların deyir, məktəbləri, adət-ənənələri haqqında biraz məlumat almaq istəyirəm. But I can't understand them well. Amma deyir, onları yaxşı başa düşmürəm. I am afraid of making mistakes while speaking. Mən qorxuram ki, danışarkən deyir, səhv edim. What should I do? Nə edə bilərəm? Best wishes Gabriella, xoş arzularla Gabriella. Doğru variantı seçəcəyik. Cümlə tamamlamadır burada. She wants to learn the ways. O deyir, yolunu öyrənmək istəyir. Nəyin? Burada of information exchange mübadilə proqramı haqqında məlumat. How to write without mistake. Yazmağı deyir. Burada bizdə danışmaqdan söhbət gedirdi. Səhvsiz yazmaq deyir burada. Burada aydan sonra belə bir cümlə yazıb, yox. Of speaking English without making mistake. As the ways of burada ay olmayacaq. Ona görə C variantı doğrudur. İngilis dilində səhvsiz deyir. Danışmağın yolu. How to communicate with friends. Dostlarla necə əlaqə qurmaq. How to speak to foreign tourists. Turistlərlə necə yox. Burada exchange proqramına gələn, yəni mübadilə proqramına gələn uşaqlardan söhbət gedir.
Növbəti tapşırığımıza baxırıq, 7-ci tapşırığımıza. Cavabı yazmamışam. Növbəti 7-ci. You are the school captain at Holy Heart School, Vasant Nagar, Lucknow. Sən deyir məktəbin kapitanısan, Holy Heart məktəbinindir, Vasant Nagar, Lucknow'da. Your school is organized a 2-day carnival and blood donation camp. Sənin deyir məktəbindir, 2 günlükdür karnaval və yaxud deyir qan donate bağışlama kampaniyası deyir kampda keçirir. Prepare a poster for this events including all essential lazımı yaralı detallar haqqında nə hazırlayır? Poster hazırla. Bu belə deyək, bu tədbirində daxil olan vacib detallar haqqında poster hazırla. Əsas məqsəd proposdir. Nə idi bu elanın? Nə idi bizdə proposumuz? To take part in 2-day carnival. 2 günlükdür karnavalda iştirak etmək. Not to prepare poster. Poster hazırlama. Not to take part in blood donation. Qan vermək aksiyasında iştirak etmə. To prepare a poster for this event. Bu deyir event haqqında poster hazırlamaq. Bu sadəcə orada tam ondan deyildi, amma ümumi olaraq bunun mənası, əsas səbəbi not to take part in carnival, karnavalda iştirak etməmək. To take part in 2-day carnival. You are the school captain, school barzan, you school organizer 2-day carnival. And prepare a poster for this event, include all the essential there. What is the purpose of... nə ididir onun? Burada sadəcə posterin səbəbini soruşur. Ona görə o deyil, Y variantı doğrudur. Növbəti tapşırığımıza baxaq. Mətnimiz çox sadədir. Ona görə çox tərcümə etmədən belə deyək. Tapşırıqlarımıza keçəcəyəm. Gəlin birlikdə oxuyaq. There is a great variety and beauty of landscapes in the United Kingdom. Burada deyir, müxtəlif gözəlliyi var böyük Birləşmiş Krallıqın deyir etinin. The UK's national parks are popular, highly valued places to unwind, hike, climb, cycle and paddle. UK Birləşmiş Krallıq Milli Parkı deyir, populyardır deyir, əsasən deyir nəyə? Küləksiz, dağğa dırmanma, cycling və sair məşhurdur. The Cairngorms is one of the most beautiful national parks of the UK. Cairngorms deyir, ən məşhurdur, gözəldir parklardan biridir UK'də. High up in Scotland North is the Cairngorms is the largest national park in the UK. Yüksəkdir, Skotlandın deyir, şimal şərqində Cairngorm deyir. Nədir? Genişdir bir parkdır deyir Birləşmiş Krallıqda. It has great popularity among hikers, bikers and other adventurous outdoor lovers. Bu deyir, dağa dırmaşanlar, velosiped sürənlər, ümumiyyətlə çöldir aktivitələrindir, sevənlər, macerasılarındır, sevimli yeridir. It is also the UK's wildest snow-west national park. Bu deyir, həmçinin deyir, Birləşmiş Krallığın geniş, vəhşi və deyir, qarlı deyir, milli parkıdır. The Cairngorms has enormous whaleback granite and mountains that form a kilometer-high plateau. Deyir, Cairngorm deyir, nəhəcdir. Burada whaleback granite mountains-ə high plateau deyir. Burada Cairngormda nəhəng deyir. Belə sanki deyir granit dağlar deyir. Balina deyir. Kürəyi kimi deyir. Girintili çıxıntılı deyir. Nəyi var? Belə deyir, dağları var. Winds here can reach 170 meters per hour. Saatda 170 metrə qədər külək olur. Some parts of the Caledonian forest that once covered Scotland are also here. Bu hissəsi də deyir, Caledoniya meşəsidir, hansı ki deyir, Şotlandiyanın da deyir,
olsun bir səs buranı örtür. In the Cairngorms, it is possible to walk for hours through native forest or stand on the shore of Loch Ellen Lake and look at pine forest with mountains behind. Və deyir burada deyir mümkündür deyir saatlarla deyir parkda, milli parkda, meşədə deyir dayanasan və deyir Loch Ellen deyir kənarında dayanıb deyir buradan neylərəm dağların arxasından baxa bilərsən. The landscape here reminds nature of Scandinavia, North America and Siberia. Bu deyir görüntü bu neyi xatırladı? Skandinaviyanı, Şimali Amerikanı və Sibiri xatırladır. Burada nələrə fikir veririk? Növbəti birinci tapşırığımız pine burada şam ağacıdır, onu qeyd edim. Bir də burada bilmədi unwind dincəlmək üçün. Baxın, yeni sözlərimizi bir dənə qeyd edim. Bilmirəm dedim ya yox. Whaleback dediyimiz balina arxası, yəni balina kürəyi kimi deyir. Söhbət ondan gedir. Qabarıq, yuvarlaq olan mənası beləcək. Bir dənə də plateau sözü isə belə deyim, yayla deməkdir, yayla. Yüksəkdir, yaylalar vardır. Birinci tapşırığımızda səhv olan, belə deyək, cümləni seçəcəyik. Səhv olan cümləmiz mətndə olmayandan söhbət getdiyinə görə 8-ci tapşırığımızda ilə The Cairngorms is windy enough. Kifayət qədər küləklidir. Xeyr, unwindy idi orada. Digərləri isə lake on the territory, parkda, territoriyada göl vardı. The park is popular enough among hikers. Bəli, kifayət qədər hikerlərin belə deyək, arasında populyar idi. Located in North America. The Cairngorms is located in North America. Şimali Amerikada yerləşirdi. Xeyr. Burada nədə yerləşirdi? UK'də söhbət gedirdi. Uşaqlar burada bu cümlə daxil səhvdir. Bu səhvdir. Elə bunu bizdən false istəyirsə onu götürəcək. The park is popular because it has great views. Populyardır çünki onun gözəl görüntüsü var. Bəli. Is windy enough. Kifayət qədər küləklidir. Bir də oxuyaq buraları. National United Kingdom. Il Paddle. Cairngorms National Unwind. Burada kürəkli olan söz yoxdur. İkisi də səhv variantdır. Çox maraqlıdır. Bəzən belə də cavablarımız ola bilir. Problem yoxdur. Davam edirik. 9-cu tapşırığımıza baxırıq ki, what is the passage mean about? Mətin nə haqqındadır? Bizim parkımızdan söhbət gedirdi. Part of the Caledonian Forest. Caledonia belə deyək, meşəsinin bir hissəsindən söhbət gedir. And sonra Granite Mountains in the UK. Granit dağlar deyir UK-də. One of the parts of the UK. Daha çox bax budur. UK-dəki parkların biri. Loch Ellen. Bu haqda da oxuyarsınız. Maraqlı bir Skandinaviya necə? Xeyr. Skandinaviya təbiəti və yaxud da göl haqqında məlumat var da, amma qısa. O səhvdir. What is so remarkable about the Cairngorms? Cairngorms'un deyir heyrətamiz qalan nəyi var idi? Olacaq nəsə. Cairngorms is the most wildest place of the UK. Budur. It is the wildest and snowiest national park in the world. Dünyada deyir. Bu dünyada değildi, yalnız UK'də idi. Adventures outdoors lovers prefer not to visit. Yox, burada sevirlər ora gitməyi. Burada deyir, sevmirlər. There are no wild animals deyir. Burada vəhşi heyvanlar yoxdur. The Cairngorms is the largest national park in the UK. En böyük edir. Burada UK'də en böyük parkdır. Burada isə baxaq görək. Daha doğrusu hansı olar? Məncə
belə deyim, 10-cu tapşırığımızda Y daha doğruydu. Burada mən tələsikcəyini götürdüm. Y variantı daha doğrudur. Ən geniş farqlarından biridir. Ona görə Y variantını doğru hesab edirik. Bir dəqiqə. Caledonia Forest, Caledonia meşəsi. Nə var idi meşədə? Burada olacaq earlier had covered Scotland. Bəli. Doğrudur. And has totally disappeared. Yox olub. Belə bir şey yox idi bizdə. Was a part of Siberian. Sibir meşələrinin bir hissəsi deyildi. Has been partly preserved in the park. Saxlanılıb, qoyulub. Y variantı doğrudur. Doğru variantlarımızı seçəcəyik. The Carnigan is the Snows National Park. Bəli, Snows idi, qarlı. Ən qarlı idi. Və the mountain is visible from the bank of the çayın sahilindən deyildi orada. Gölün qırağından və Şotlandiya tərəfdən görünürdü. The park is located in the Scotland North East. Şotlandiyanın şimal-şərqində yerləşirdi. Bəli. The United Kingdom has two poor nature. Kasıbdır. Zəngin olmayan təbiəti vardı. Bu da yanlışdır. 1-3 doğru variantımızdır. Növbəti tapşırığımıza baxaq. 13-cü tapşırığımızda isə görürük ki, artikeldir. Sayıla bilən tək isimlərin qarşısında təsvirlər, sifətlər olanda ümumiyyətlə when I was a little boy, I live in a burada da yenə də nədən gedəcəyi ilə söhbət. Small town of North Africa. Cəhət plus yer adı olduqda orada neynəmir uşaqlar? Artikel işlədilmir. Ona görə A variantı doğrudur. Bunlarda isə yanlış variantlarımızdır. Make-up center. Often I go. I go. Yəqin ki, belə olur. I often belə qoy. I often go. Bir də cümləmizin desən yarısı bu tərəfdədir. Aha. I often go to the beach. Hara? Kimlə? 5-6. With my cousin. 5-6. 2-1-3-4-5-6. 2-1-3-4-5-6. Bəli. 14-cü tapşırığımızda D variantı doğrudur. Məndir. Tez-tezdir çimərliyə kuzinlərimlə gedirəm. İylə. Bəli. Passive voice-a baxırıq. Məchul növümüzə baxırıq. Haven't verib. Məchul belə deyib. Bitmiş zamanımız, bitmiş zamanımız inkardadır. Çünki yet var. Yetəmiş inkarda olur. Biz indi bunu Z-yi çıxardırıq burada. D enjoyment olacaq. Z enjoyment onların nişanı. V olanda burada ed. Buna baxmırıq. Biz have-na baxırıq. Ümumiyyətlə, V-dən sonra bin işlənmir. Bunu yadda saxlayırıq. Z ilə başlamamalıdır. Çünki bizim mübtədamızdır. The enjoyment olacaq. Have been anası. Bu təsdiqdədir. Yet təsdiq cümləsini işləmir. Ümumiyyətlə, bizim cümləmiz də inkardadır. Ona görə bu da getdi. The enjoyment wouldn't be. Bizə gələcək qeyri müəyyən zamanımız yoxdur. Enjoyment təkdə olduğuna görə hasn't formalı been anası deyir. Y variantı düzəlib. Növbəti tapşırığımız isə modal feildir. It is harmful for you. Bu sənin üçün ziyandır. Bizə ziyandırsa neynəməliyik? Çəkməməliyik də yəqin ki. Bir dəqiqə digər variantları baxmamış yenə tələsirəm. Deyir ki, you should give up smoking so much. Sən deyir bunu gərək atasan. İnkarda niyə verirdim ki? Hadn't deyə ifadə yoxdur. Will'in B'si yoxdur. Haven't to deyə ifadə yoxdur. Burada da mənə ziyandırsa gərək çəkməyəm siqareti. Should olmalıdır. You should give up. Burada give up yəni inkar mənə verdiyinə görə onu təsdiqdə işlətdik. 17-ci tapşırığımıza baxırıq. Zamanlar var. Zamanlar. While. Deyirdik ərzində. While olan cümlələr keçmiş davam edici zamanda o child təkdədir deyə was olacaq burada. Bunları silirik. Növbəti tərəfdə isə deyir while the child was crying her mother neynirdi? Was
Talking to the doctor. Anası doktorla neynirdi? Danışırdı. Hər iki tərəfi də belə deyək cümlənin əvvəlinə gəldikdə hər iki tərəfi də keçmiş davam edici zamanda işlənə bilər. Bu bizim 7-ci sinif qaydamızda var. Çərpələngli dərsliklərdə. It is difficult for me. Mənim üçündür, çətindir. Bu isə bizim infinitiv belə deyək qaydamızdır. Bu da yenə bu isə 8-ci sinifin qaydasıdır. Məsdər to nə vaxt gəlirdi? Sifətlərdən sonra infinitiv işlədilirdi. Ona görə digər zamanlarına verilmiş ifadələr səhvdir. It is difficult və it is interesting. Bunlardan sonra, bu sifətlərdən sonra məsdər to-lu feil gəlir. Yadda saxlayın. Növbəti tapşırığımızda isə only olanda demişdik ki, only yalnız ya a few və only a little ilə işlənə bilir. İndi burada isə bizim sayıla bilməyən ismimizdə aid olduğuna görə 19-da burada sayıla bilən, yəni insanlar da sayıla bilən olduğuna görə bir dəqiqə burada qarışdıq deyəsən bir-birimizə. Aha. Sayıla bilən olduğuna görə insan a few-na işlənir. Many only'dan sonra işlənmir, much ümumiyyətlə sayılmır, lots of, a lot of isə only'dan sonra işlənmir. A variantı doğrudur. Növbəti tapşırığımıza baxırıq, mübtədə xəbər uzunlaşmasıdır. Of-dan əvvəlkinə baxırıq, equipment sözü, alətlər sözü təkdədir deyə was, is, 1, 5 və burada will be isə fərqi yoxdur. Həm təklərlə, həm cəmlərlə işləndiyinə görə 10, 20-ni 4. E variantı doğrudur. Bunlar cəmlə işlənir. Okay. Antonimi seçəcəyik. Failit, uduzub. Burada isə nə etməlidir? Keçib. The students failed the exam in mathematics for the second half year. Şagirdlərdir, matematik riyaziyyatdandır, ikinci yarım ildəndir. Kəsiliblər, amma biz buna keçiblər deməliyik. Bütün uşaqlar da keçsin, olsun past. 21-də D variantı doğrudur. Lost itirmək, mis keçirmək və yox, belə itirmək, choose seçmək, won qazanmaq uyğun deyil antonim kimi. Növbəti də yenə antonimdən söhbət gedir. 22-ci tapşırığımızda da we must fight against internal enemies-dir. Bədii düşmənlərə qarşı deyir, vuruşmalıyıq. External. Burada da antonim, internal, external bir-birinə antonimidir. 23-cü tapşırığımızda isə sözləri mənaları ilə məç edəcəyik. Biz oxşar sözlər tapıb bunu daha tez həll eləməyə baxaq. Achievement, awareness, creation. Uğur. Nədir burada? Əlbəttə ki, successful. Ona görə 1A. 1A harda var? Bu variantları sildik o dəqiqə. 2 baxırıq. 2-yə də isə awareness. Burada olacaq nə? 2-də olacaq B variantı. Creation. A process brings something into existence. Action existence. Bu da C variantıdır. Onda olacaq elə 23-nə B variantı doğru. Növbəti tapşırığımıza baxırıq. Mübtədə xəbər uzlaşmasından söhbət gedir. Burada da a few-dan sonra həmişə cəm isim gəlir. Xəbərdə cəm də işlənib 24-də 1 deməli doğrudur. All salat have been. Salat təkdədir deyə have been-dən niyə yox? Has been-dən olmalıdır. 2 olan variantlarımızı siləcəyik. İndi isə baxırıq. The number of-dan sonra cəm isim, cəm xəbər gəlirdi. Daz qoyub. Olmaz. The stolen bags indən əvvəl, sözündən əvvəl bags cəmdədir. Burada da v-lə qoyub, deməli 1-4 doğrudur. Aydındır mı? Növbəti tapşırığımız isə sinonimlərdir. Awful, disgusting. Bəli. 4-də dear, cheap, baha, ucuz. Olmaz. Sour, sweet. Bunlar antonimdir, şirin tuş. Brave, courageous, doğru. Public, common. 1, 4,
5 variantımız doğrudur. Növbəti tapşırığımız isə belə deyək, şəkil üzrə işdir. Şəkil üzrə işimizdə isə sadəcə burada pişik var, nənə yumaqla corab toxuyur, pişik yumaqla oynayır və burada nə edirik? Bunları biz sadəcə təsvir edirik. Mən bunu sizə hazır versiyasını əlavə edəcəm. Sadəcə olaraq öz düşüncələrimi sizlə də paylaşmaq istəyirəm. Belə deyək ki, one day, bir gün, one day, grandmother sitting on the bench and was sitting on the bench and knitting socks for her granddaughters, and her cat playing with thread və yumaqla thread, and the cat playing it, and suddenly it rolled down and running away. The cat running after it and couldn't catch it. And it necə belə deyək də belə the cat could not figure out where the ball had gone. When his read finally untied it, the cat could not figure out where the ball had gone. Deyir, nəhayət deyir, o sonda deyir, sonlandı və deyir, pişik bilmədi ki, deyir, bu top hara getdi. Belə bir formada, belə deyək. Burada sizin bilmədiyiniz sözlərdən məsəl üçün nə deyə bilərik ki? Burada yəqin ki, siz yumaq sözün çox axıracaqsınız. Thread. Sonra məsəl üçün running after, roll it down. Roll it down. Yəni yuvarlandı. Sonra knitting. Knit toxumaqdır. Knitting olanda isə burada son saymit billər qoşulaşır. Bu sözlərdən istifadə edib, elə deyək, bizim tapşırığımızı həll edə bilərsiniz. Bu qədər. Təşəkkürlər.